Heç düşünmüsünüzmü? Avropanın o nəhəng və mürəkkəb dəmir yolu şəbəkəsində minlərlə qatar hər gün, hər an necə bir-biri ilə toqquşmadan ideal bir ahənglə hərəkət edir? Bax, bu hərəkəti təmin edən, sərhədləri belə tanımayan çox ağıllı bir texnologiya var. Bəli, bugünkü söhbətimizin əsas sualı məhz budur. Yəni, bu nəhəng, gərgin şəbəkənin arxasında hansı ağıllı sistem dayanır? Gəlin, elə indi birlikdə bu sistemin dərinliklərinə enək və onun necə işlədiyini başa düşək. Qarşıdakı dəqiqələrdə bax bu mövzuları bir-bir araşdıracağıq. Dəmir yollarının ehtiyaclarından başlayacağıq, sonra bu ehtiyaclara cavab verən RTMS sisteminə keçəcəyik, onun beyninə, sinir sisteminə nəzər salıb, sonda da bütün bunların nə üçün bu qədər vacib olduğunu aydınlaşdıracağıq. Yaxşı, gəlin başlayaq. Bilirsiniz, müasir dəmir yolları artıq sadəcə reyslər və qatarlardan ibarət deyil. Xeyr, onlar mürəkkəb, bir-biri ilə daimi əlaqədə olan və tamamilə məlumat axınına əsaslanan nəhəng sistemlərdir. Baxın, informasiya sistemləri dəmir yollarının demək olar ki, can damarıdır. Onlar təhlükəsizliyi təmin edir, qəzaların qarşısını alır, qatarların vaxtında çatmasına kömək edir və nəticədə həm pulumuza qənaət edir, həm də biz sərnişinlər üçün daha rahat bir təcrübə yaradır. Bütün bu tələblərə cavab olaraq Avropa çox ağıllı bir həll yolu tapıb, ERTMS. Amma bu sadəcə bir texnologiya deyil, bu bütün qitə üçün yaradılmış ortaq bir dildir. ERTMS, yəni Avropa Dəmir Yolu Trafikinin İdarə Etmə Sistemi. Bu, fərqli ölkələrin fərqli siqnal və idarə etmə sistemlərini vahid bir çətir altında birləşdirən beynəlxalq bir standartdır. Məqsəd isə çox sadədir. Sərhəd tanımadan bütün qatarlar eyni qaydalarla maksimum təhlükəsiz və səmərəli hərəkət etsin. Gəlin bu nəhəng sistemi canlı bir orqanizm kimi təsəvvür edək. Onun iki əsas sütunu var. Birincisi ETCS, yəni Avropa Qatar Nəzarət Sistemi. Bu orqanizmin beynidir. Qərarları o verir, hərəkəti o idarə edir. İkincisi isə GSM-R. Bu da onun sinir sistemidir. Beynin verdiyi bütün qərarları və məlumatları bütün bədənə, yəni qatarlara və nəzarət mərkəzlərinə anında, fasiləsiz ötürür. Yaxşı, indi gəlin bu sistemin beyni olan ETCS içərisinə girək və görək o necə işləyir. Bu, əslində qatarları yolda təhlükəsiz saxlayan bir növ avtomatik pilot kimidir. Deməli, məsələnin özəyi budur. ETC-nin əsas işi qatarın sürətini və hərəkətini real vaxt rejimində, yəni saniyə-bə-saniyə izləməkdir. Sistem qatarın sürətinin icazə verilən həddi 1 mm belə keçmədiyindən əmin olur və bununla da potensial qəzaların, toqquşmaların qarşısını tamamilə alır. Əlbəttə, ETCS bir gecədə ortaya çıxmayıb. Bu, illər çəkən bir texnoloji təkamülün nəticəsidir. Gəlin indi bu təkamülün 3 fərqli mərhələsinə, yəni 3 səviyyəsinə nəzər salaq və görək hər şey necə başlayıb, hara gəlib çatıb. Hər şey buradan başlayır. Səviyyə 1. Burada biz köhnə sistemlə yeninin birgə işini görürük. Yol kənarındakı o klassik işıqforlar hələ də var. Amma əsas fərq relislərin arasındakı Eurobalis adlanan bu sarı qurğulardır. Bu qurğu işıqforun siqnalını, yəni qırmızı yoxsa yaşıl olduğunu oxuyur və məlumatı birbaşa qatarın kabinasına ötürür. Əgər maşinist nəsə səhv etsə, sistem dərhal müdaxilə edib qatarı avtomatik yavaşladır. İndi isə bir addım irəli gedirik. Səviyyə 2. Burada artıq işin rəngi dəyişir. Oyuna radio rabitəsi, yəni bayaq tanışdığımız GSM-R daxil olur. Qatar artıq məlumatı yol kənarındakı təklik qurğulardan yox, birbaşa mərkəzi idarə etmə mərkəzindən fasiləsiz olaraq alır. Bu o deməkdir ki, mərkəz qatarın yerini və sürətini hər an izləyir və bütün təlimatları rəqəmsal olaraq göndərir. Və budur, təkamülün zirvəsi, səviyyə 3. Bu artıq tamamilə gələcəkdir. Baxın, yol kənarında heç bir işıqfor yoxdur, çünki onlara ehtiyac qalmır. Qatarın özü birbaşa mərkəzi nəzarətlə danışır, öz dəqiq mövqeyini fasiləsiz olaraq bildirir, sistem o qədər ağıllıdır ki, qatarlar arasında təhlükəsiz məsafəni özü hesablayır və bütün hərəkəti optimallaşdırır. Bu cədvəl hər şeyi çox aydın şəkildə ümumiləşdirir. Gördüyünüz kimi səviyyə 1 yerli siqnallara əsaslanır və daha sakit xəttlər üçün idealdır. Səviyyə 2 mərkəzi nəzarət və radio rabitəsi ilə daha gərgin, yüksək sürətli xəttlər üçün nəzərdə tutulub. Səviyyə 3 isə tam avtomatlaşdırılmış nəzarət deməkdir və ən yüksək sürətli, ən sıx dəmir yolu şəbəkələri üçün mükəmməl bir həldir. Yaxşı, bəs bütün bu məlumat axını, yəni beyin ilə qatarlar arasındakı bu daimi əlaqəni nə təmin edir? Cavab, sistemin sinir sistemi olan GSM-rdir.
GSMR sizin mənim işlətdiyim adi mobil şəbəkə deyil, heç bir əlaqəsi yoxdur. Bu, xüsusi olaraq dəmir yolları üçün yaradılmış, tamamilə təhlükəsiz və çox etibarlı bir radio rabitə sistemidir. Onun yeganə məqsədi qatarlarla nəzarət mərkəzləri arasında məlumat mübadiləsinin bir saniyə belə kəsilmədən problemsiz həyata keçirilməsini təmin etməkdir. Bax, bu sxemdə bunun səbəbini çox gözəl izah edir. Fikir verin, GSMR tamamilə özünə məxsus, rezerv edilmiş bir tezliyi zolağında işləyir. Bu nə deməkdir? Bu o deməkdir ki, adi mobil şəbəkələrdən gələn və burada qırmızı ilə göstərilən o səs-küylü siqnallar ona heç cür təsir edə bilmir. Nəticədə, yaşıl rəngli lazımi siqnal həmişə aydın, təmiz və fasiləsiz qalır. Həyati məlumatlar heç vaxt itmir. Yaxşı, bütün bu texniki detalları anladıq. Amma əsas sual, bütün bunların əhəmiyyəti nədir? Yəni, niyə RTMS dəmir yolları üçün bir inqilab sayılır? Niyə bu qədər vacibdir? Faydaları həqiqətən də çox böyükdür. Birincisi və ən əsası təhlükəsizlik, toqquşma riski dramatik şəkildə azalır. İkincisi, interoperativlik. Artıq bütün Avropa üçün tək bir sistem var, sərhədlər aradan qalxır. Üçüncüsü, səmərəlilik. Dəmir yollarının tutumu artır, qatarlar daha sürətli gedə bilir. Bu həm də avtomatlaşmaya geniş yol açır və yanacaq sərfiyyatını azaldaraq ətraf mühitə də müsbət təsir göstərir. Beləliklə, yekun olaraq bunu rahatlıqla deyə bilərik, IRTMS sadəcə bir texniki yeniləmə deyil. Xeyr, bu, dəmir yollarının tamamilə rəqəmsal transformasiyasıdır. Bu sistem sayəsində dəmir yolları heç vaxt olmadığı qədər təhlükəsiz, sürətli və bir-birinə bağlı bir şəbəkəyə çevrilir. İndi bir anlıq düşünək, əgər qatarlar artıq öz mövqelərini özləri bildirir və rəqəmsal əmrləri birbaşa alırsa, bu bizi çox maraqlı bir suala gətirib çıxarır. Bəlkə də növbəti dayanacaq tam avtonom, yəni sürücüsüz dəmir yollarıdır. Bu texnologiya onsuz da bunun üçün möhkəm bir zəmin hazırlayır. Gələcək, deyəsən, elə də uzaqda deyil.